Bağışlayan və mehriban Allahın adı ilə hər birinizi salamlayıram. Çox möhtərəm və dəyərli Qiyam TV izləyiciləri. Növbəti proqramımızda biz Sasani dövlətində olan qarşılıqlıq və eyni zamanda dini sahədə olan fikir ayrılığı haqqında sizlərə məlumat vermək istəyirik. Belə ki, Sasanilərin dövründə son vaxtlarında sarayda, istərsə də əhali arasında hərc-mərcilik, özbaşınalıq daha kəskin bir hal almışdı. Şahzadələr, sərkərdələr bir-birlərə yola getmirdilər. Bir şahzadə vəliəhd seçilir, kimlərsə onu qəbul etməyib digərlərini təyin edirdilər. Müsəlmanlar İranı ələ keçirmək istədiyi zaman, yəni İranın fəthi zaman ölkə son dərəcə zəifləmiş, ikitirəlik yaranmışdı. Xosrov Pərvizin də qətlə yetirilməsindən sonra 4 il ərzində Şirvədən başlayaraq sonuncu Sasani hökmdarı Yezəgirdə qədər hakimiyyət taxtına əyləşənlərin sayı 6-dan 14-ə, 6 və 14 kimi göstərilmişdir. Bu rəqəmdə göstərilmişdir. 4 il ərzində 14 dövlət çevrilişi olmuşdur ki, bu da ölkədəki durumun, vəziyyətin necə olduğunu təxmin etməkdə elə qanunam ki, ətinlik yaratmış. 4 il ərzində 14 dövlət çevrilişi olmuş ki, bu da ölkənin vəziyyətinin necə olduğunu təxmin etməkdə bizə kömək eləyir. Bizə aydınlaşdırır. Hakimiyyətə yeni gələn hökmdar taxtaz iddiasında gözü olanların demək olar hamısını qətlə yetirir, öldürür. Öz hakimiyyətini möhkəmləndirmək üçün istədiyi işi görürdü. Ata oğlu, oğul atanı, qardaş qardaşı öldürməkdən çəkinmirdi. Şirvədə məhz atası Xosrov Pərvizi və 40 oğlunu, yəni öz qardaşlarını öldürüb hakimiyyət başına keçmişdi. Şəhərbəraz etibar etmədiyi bütün insanları öldürürdü ki, bütün adamları öldürürdü ki, qoy kimsə onun hakimiyyətinə göz dikməsin. Elə azadlıqlı bir hal yaranmışdı ki, bir durum yaranmışdı ki, axırda arvad uşaq hakimiyyətə gətirilir və bir neçə həftədən sonra isə taxtdan salınırdı. Beləliklə, zahirdə əzəmətli və qüdrətli görünən Sasanilər dövləti sürətlə tənəzzülə uğramağa başlamışdı. Xosrov Pərvizin, eləcə də Ənüşiravanın, eləcə də digər şahların dövründə, Sasanilərin dövründə İranda ictimai gərginliyin əsas amillərindən biri də dini sahədə olan pərakəndəlik olmuşdur. Sasanilərin təməlini qoyan Ərdəşirin atası atəşpərəst kahinlərdən olduğu və özü də atəşpərəst ruhanilərin dəstəyi ilə hakimiyyətə gəldiyinə görə Əşrəflərin dinini yaymaqdan ötəri bu işin naminə istədiyi vasitələrə əl atırdı. Buna görə də ölkədə ümumi din Zərdüşt dini kimi qəbul olunmuşdu. Atəşpərəst ruhanilər sarayın tam himayəsində idilər və böyük nüfuz sahibidirlər. Ölkənin ən əsas yüksək təbəqələrindən sayılırdılar. Hakimiyyətə gələn hökmdar mütləq ruhanilərin rəğbətini qazanmalı idi. Hökmdarlar da öz növbəsində onların nazı ilə oynayır və ölkənin müxtəlif yerində atəşgahlar tikirdilər. Bu atəşgahlarda xeyli sayda ruhani fəaliyyət göstərirdi. Deyilinə görə Xosrov Pərvizin tikdirdiyi həmin atəşgahların birində 12.000 ruhani yerləşdirilmişdi. Atəşpərəstlik sözün əsl mənasında saray dilinə çevrilmişdi. Ruhanilər bütün qüvvələrlə çalışırdılar ki, hüquqlarından məhrum olmuş zəhmətkeş xalqı sakit saxlasınlar. Ruhanilərin xalqa təzyiqləri və geniş səlahiyyətləri cəmaatı atəşpərəstlikdən uzaqlaşdırmışdı və sadə insanlar istayiş etmək üçün saray dinindən başqa bir din axtarışında idilər. Yəni artıq cəmaat bu dindən bezmişdi. Yəni kəmada bir dənə yeni bir din axtarışında idilər. İranın ictimai tarixi
kitabının müəllifi yazır. Xalq saray adamlarından canlarını qurtarmaqdan ötürü başqa bir din axtarışında idi. Bu səbəbdən artıq Zərdüştlükdə iki yeni cərəyan yayılmışdı. Manilik ateşpərəstliklə xristianlığın sintezindən yaradılmış bir din cərəyanı olmuşdur. Ateşpərəst saray ruhanilərin təzyiqləri içində İranda günbəgün yeni məzhəblər peyda olurdu. Məzdək və ondan qabaq mani İranın dini sahəsində dəyişiklik yaratmağa çalışsalar da heç bir nəticə vermədi. Təxminən miladi 497-ci ildə Məzdək qiyam qaldırdı. Mülkiyyət inhisarı və çox arvadlığın ləğv edilməsi onun platformasının əsasını təşkil edirdi. Sadə cəmaət xalq kütləsi onun şüarlarını eşidən kimi dərhal pərvanə kimi onun yanına toplaşıb böyük bir qiyam qaldırdılar. Onlar öz hüquqlarını tələb edirdilər. Saray ruhaniləri və ordunun işə qarışması isə İranda vəziyyəti olduqca gərginləşdirdi. Sasanlar dövlətinin son vaxtlarında Zərdüştlük öz həqiqi mahiyyətini tamamilə yitirmişdi. İş o yerə gəlib yetişmişdi ki, dəmirçilər də odda dəmir qızıb döyəcləməyi özlərinə sığışdırmırdılar. Zərdüştlük artıq xurafata, əfsanəyə çevrilmişdi. Bu gedişatdan hətta ruhanilər belə, ateşpərəst ruhanilər belə narahat idilər. Onlar da Zərdüştlüyün puç olduğunu anlamağa başlamış, ruhanilikdən əl çəkənlər də hətta onların arasında olmuşdu. Digər tərəfdən, Ənuşirvanın dövründən etibarən qədim Yunan və Hind mədəniyyətləri İrana öz təsirini göstərməyə, eləcə də Zərdüştlüyə, xristianlıq və digər məzhəbi əqidələr qarışmağa başlamışdı ki, bunlar da öz əməsində cəmaatın qəbuldən oyanmasına çox misilsiz rol oynamışdılar. İranın dini həyatını bürümüş belə əsassız əfsanə, xurafat və uydurmalar cəmaat arasında dini təfriqəyə gətirib çıxartmışdı. Nəticədə cəmaatda olan inam tamamilə itib batmışdı. Həmin dövrün görkəmli təbibi Bərzəvey ölkədəki bu hərzməliliyi cəmaat arasında olan dini parçalanmanı Kəllə və Dimlənin müqəddiməsində canlandırmışdır.